VUF tədbiri, hansı ki Bakıda bir neçə gündən sonra keçiriləcək, çox önəmli şəhərsalma tədbiridir. Əgər bilsək ki, yəni yadımız salsaq ki, 2050-ci ildə əhalinin 68-70% şəhərlərdə yaşayacaq və bu günləri də bilsək ki, şəhər əhalisinin çox hissəsi yaşayışla tam təmin olunmayıb, problemlidir bütün dünyada. Bu problemləri BMT hər il ortaya gətirir. Yəni, baxsaq, görəcəyik ki, şəhər əhalisinin bu günləri 1,1 milyard nəfəri gecəqondularda yaşayır. Çox böyük rəqəmdir. Böyük rəqəmdir. Bəli, məsələn, ondan 300 milyonu demək olar ki, evsizdir. O 300 milyondan 500 mini uşaqlardır, 500 minə qədəri. Bu problemləri indi bu konfranslar, bu toplantılar həll eləməsə də, amma bu sualları ortaya qoyur və cavab axtarılır. Bax, bu cavab axtarmaq öz-özlüyündə çox önəmli bir məsələdir. Siz çox fəlsəfi danışırsınız. Bayaq verilişdən qabaq sizinlə biz telefonda danışırdıq. 5 dəqiqə danışıq ərzində sizin bu dərin intellektual imkanlarınıza mən heyran qaldım. Sağ olun, minnətdarım. Gözəl bir məsələyə toxundunuz. Bu fəlsəfi məqam dedim budur. Bəzən bir problemi həll etmək üçün onu işıqlandırmaq da bir addımdır. Böyük bir addımdır. O işıqlandırmaq. Böyük bir addımdır. Çünki bir çox hallarda deyirlər ki, səhərdən axşama qədər televizorda danışırlar, bir səmərəli addım atmırlar. Əzizim, danışanların bir vəzifəsi var, icra edənlərin başqa bir vəzifəsi. Danışanlar həmin icra edənlərə bu problemi çatdırırlar. Özü bir dəfə yox. Michael Sandel var, müasir siyasi filosof. O deyir ki, public discourse-a çevrilməlidir bu. Public, o qədər danışılmalıdır, ümumi discourse-a çevrilsin ki, yuxarıda da eşidilsin də səs. YouTube kanalımıza abunə olun.